Pəncərəmə işıq düşür. Bəlkə aydır gülümsüyür. O işığın qığılcımları inci kimi hər tərəfə səpələnir. Bilmirəm səhərmi, yoxsa axşammıdır. Xəyallara qapılıram. Uşaqlıq illərimi yadıma salıram. O illərdən mənə nə qalıb deyə düşünürəm. Bax elə bu an düşüncələrim də işığın parıltısı kimi hər tərəfə yayılır. Heç biri bir yerdə qərar tutmur. Sanki qoşalaşır, bir-biri ilə toqquşur. Yenə uşaqlaşır və yenə həmin səhnə təkrar olur. Birdən nəsə xatırlayıram. Hə, deyəsən mövzudan uzaqlaşıram axı. Elə bil iki mələk qollarımdan tutub. Məni məndən alıb uşaqlığa qaytarır. Dayan deyirəm, dayan. Axı mən ötən illərə qayıtmaq istəsəm də, bu mümkün deyil. Həmin mələklər məndən uzaqlaşır. İndi mən onları çağırıram. Biri gəlir, biri yox. Çünki biri uşaqlığa saldığım nəzər, biri isə indiki zamandır, keçir hədər. İkinci mələk məni reallığa qaytarır. Ayılıram. Ayılandı isə bilmirəm, yuxu mu görürdüm, yoxsa xəyallar ölkəsinə bir anlığa səyahət mi etmişdim? Pəncərəmə işıq düşür. Bəlkə aydır gülümsüyür. O işığın parıltısı inci kimi hər tərəfə səpələnir.